17 yaşımda qohum uşağın zünnət toyunda bir oğlanı gördüm və bir-birimizi bəyəndik. O Bakılı, mən isə Gəncəli idim. Toyun sabahı günü ikimizin də ortaq qohumunun telefonu ilə mənə yazmışdı. İlk başdan razı olmadım, çünki ailəmin mənə uzağa verməyəcəyini bilirdim. Həm də yaşımın az olduğuna görə verməyəcəklərdi. Bir də mənə yazma deyib blok atdım. O el çəkmədi, bizim evin adresini öyrənib bizim küçəyə gəldi. Gəldiyini görəndə çox sevinmişdim və həqiqətən də məni sevdiyini bilirdim. Aradan 1-2 gün keçmişdi, qohumumuza yazdım və nömrəsini mən atmağını istədim. Biz danışdıq və xasiyyətimizin də bir-birinə uyğunluğunu gördük. Sevgili olduq, bir il hər kəsdən gizlincə danışdıq. Mənə tanımadığım bir nömrədən zəng gəldi, açdım, qız idi və ağzına gələni mənə dedi. Kim olduğunu soruşanda sevgilinin nişanlısıyam dedi. Dünyam başıma yıxıldı ki, mən bir ildir nişanlı olan adamla sevgili idim. Ortaq qohumumuz olan qıza zəng etdim və elə bir şey olmadığını dedi. Oğlanla dalaşdım və dinləmədən ayrıldım. Bir həftə keçmişdi ki, rəfiqəmin Instagramında yazmışdı ki, məni onunla danışdır. Çox sevdiyimə görə getdim, danışdım. O qızın qohumu olduğunu, bunu uşaq vaxtından sevdiyini və qısqanclıqdan belə hərəkət etdiyini dedi. Nömrəmi də gizlincə bacısının telefonundan götürübmüş. Barışdıq, 2 gündən sonra zəng çatmadı. Səs atdı ki, müharibədəyəm. Yuxarıdayıq, set tutmur. Özümü saxlaya bilməyib ağladım. Anam atam soruşanda ki, nə olub, hər şeyi danışdım. Bilmirdilər yanımda olsunlar, yoxsa onlardan gizlətdiyim üçün əsəbləşsinlər. Anam dedi, uzaqdır, biz onları tanımırıq, telefonu əlimdən aldı. Onlar da bizi tanımırdılar, amma oğlan istədi deyə gəldilər, tanışdı. Anam razı olmadı, getdilər, amma onun ailəsi məni çox istəmişdi. Oğlan müharibədən gələn kimi elçi göndərdi və gördülər ki, oğlan əl çəkmir, atamgil razılıq verdi. Bir il nişanlı qaldıq, indi artıq 5 aydır ki, evliyik. Qaynanamgil məni, mənim də ailəm, yoldaşımı çox istəyir. Hər nə çətinlikdən keçsək də sonu gözəl olan bir hekayəmiz oldu.